Biz hətta bugün Cənubi Qafqazda, haradakı cəmi 3 ölkə yerləşir, bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyik. Qətiyyən bu olmayacaq. Bizim ailəmiz Türk dünyasıdır, biz özümüzü çox yaxşı hiss edirik. Bütün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Və müştərək səylərlə biz elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora çevrilsin və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.